Hər kəs salam, mən Ayxan. Bu günləri Özbəkistan TikTok videoları izləyirik. Amma bunların dili bizim dilə çox oxşuyur. Necə deyim, danışıqlar olsun, falan olsun. Biraz bənzərliyi var. Və bu arada dostum, hələ də kanalıma abunə deyilsəniz, aşağıdan kanalıma abunə ol və bu videoma da like at. Bilirəm, bu dəqiqə videomu Özbəkistanlılar da izləyir. Sizləri də sevirəm, cansınız. Sadəcə burada cringe videolara baxırıq. Yox, Memati abimizə də racon kəsənməzsə Memati abimizə. Vay! Özbək qızlar bizim mahnılarla videolar çəkir. Vay, mutlu oldum bir anda. Az bəsdir. O, yad kişilər var, eləmə belə şeylər. Çıx get. Oba! Oba! Qaqa, bu bədəni neçə günə yığıbsan, denə mən də yığım. O vaxtı nənələr belə çöldə oturub qeybət eləyərdi. İndi onlayn şəkildə belə TikTok platformasında qeybət eləyirlər. Onlayn qeybət. Hepsi qaqalarıma bax. Vay vay vay, dağıdırlar ölkəni. Çox tema ölkəni. Məzələnmə. Səni mouse'dan döyərəm. Mən də deyirdim, belə temalar yəqin ki yoxdur Özbəkistanda. Burada da var imiş. Allahım ya Rəbbim. Bəh də başa düşdüm səni. Bugün sənin üçün yığılayan qız, yerdəki başqası üçün bu yana olar. Görürsüz, mən sizə deyirəm də, dillərin başa düşmək olur. Deyir, kədərlənmə deyir. Baxın. Bugün sənin üçün yığılayan qız, yerdəki başqası üçün bu yana olar. Deyir, sənin üçün bu gün ağlayan qız, sabah başqası üçün ağlayar. Yəni başa düşmək olur. Oba. Bax, qorxdum qaqa, elə şeylər eləmə. Yorğan buna Prideldən kənar nəsə deyir. Ona görə yorğan deyil. Ah, qəlbim yaşardı. Ay vay. Dayan, ondan eyni anda gəlmək istəyirəm. Qaqa, Rubaşqanı hardan alsan, denə mən də alım. Ay, sənin açqın var, məndə də var, dayan. İndi eşdirəm sən, bırak, davam eləyək. Yox, qaşlar görürəm onu, biraz belləmək lazımdır. Ya Azərbaycan müsəlman. Ay sağ ol qağam mənim. Buna söhbətimi açıq eləyənməzdim. Deyəsən qıza deyir ki yaz da, ama yaz. Vay vay vay. Havada aşk kokusu var. Vay vay vay. Mbappe'ni ham darıyım. Messi'ni ham darıyım. Hiç kimni ham darıyım. Ronaldo'ni ham darıyım. Deyir, mənə nə Messi da bilər, nə Ronaldo da bilər, hamısından güclü mənəm. İnandıq. Amma çox maraqlı danışıqlar var, xoşuma gəlir. İnşallah Allah qismət eləsin bir gün Özbəkistana gedər. Devuşqalar sağ qulaq asır, biz də sağ qulaq asır. Gözlərim editdən qamaşdı, ona görə məcbur günəş eynəyi taxdım gecən bu vaxtda. Saat 12-dir. Anana zapal. Oy, ayıb olsun sizə. Ayıb olsun, orada pis bir şey var idi. Şuruqluq eləyirdi zamanlar. Editlərə gəl. Oba. Kimi sevirsən? Biraz başa düşürəm özbək dilini bu arada. Aviye qaqaş. Oba, papağa bax elə. Ay, siz niyə bir-birinizi vurursunuz? Aleyküm salam. O qırılar, ehtiyatlı ol. Dağlarsan. Yazıqsan bala. Göstərənmərəm belə səhnələri təbii ki. Necin cinsən? 2800 volt depremsiyle. Hərakavsizlə inan, onu getirin. Qorxdum qala səndən belə. Görürəm belə. Özbəklər kimi oynayaq biraz ver, dincilliyə. Bu qarşımın Azərbaycanlı olduğunu bildirdim. Sən özbək imiş. Oxu görək bizim könlümüzü şad eylə. Allah. Neçin çilsən? Yaxşı.
Vay ne güzel kızdı. Bu arada bunlar çay falan belə nəlbəkidə içirlər. Kasada daha doğrusu. Kasada içirlər çay falan. Belə götürürlər, otururlar və kasa ilə içirlər. Deyirəm, dostum, neynədik? Tam başa düşmədim. Qaqa eləmə. Bıçaq boşdadır bax özü. Nə deyirsən hə? Keftemi. Bunlardan da qaqa sel var imiş, o başa düşdüm. Baxın da izah eləmək istədiyim şey budur. Bunlar stəkanda nəsə içmə kültürə deyəsən yoxdur. Ya da varsa da gelişməyib. İnşallah bir gün qismət olsun, çox getmək istəyirəm Özbəkistan. Daşkənddir, haradır? Belə bir yer var orada. Başkənt olmalıdır. Başkəntdə yəni paytaxt olmalıdır. İnşallah qismət olsun bir gün gedəcəm. Vay 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 qaş eləmə. Sözlerim yetib olmagan qalblardan xafa bo'lmadim. Shunchaki so'zlarimga achindim. Dəlli eləmə bizə. Hə oyna, oynamağın qəşəngdir. Mənim xoşuma gəlir şəxsən. Hay Allah irad eləsin. Yakında otobüs. Hoppa! Yetka. Abi Yetkanı gördüm şey yadıma düşdü. Deməli bir dəfə aeroportdayam, Əsenboğa hava limanındayam. Ona kimi Azərbaycan reysini axtarıram. Qapılarda çox vaxt biletin üstündə yazılmır. Allahım ya Rəbbim dedim, Bakı uçuşu hardadır? Getdim, yaxınlaşdım. Çeçenka belə bir dənə qaqaş var idi. Yaxınlaşdım, dedim bu 100% Azərbaycanlıdır. Yaxınlaşdım, salam zat. Oyam bir an başladı ki, qaqaş başqa dillə danışır. Başa düşməm, belə baxdım, dedim görüm bu nə deyil. Ha, sonra çatdı ki, belə qayıtdım belə Uzbekistan dedim mən. Eştat dedim. Yolun açıq olsun dedim, getdim. Bunlarda da belə tema var, bir-birimizə çox oxşuyuruq. Bax, səni atana göndərəcəm. Sigaret çəkirsən sən burada. Qaqa edit. Niyə ağlayırsan? Vay vay can. Sağ qız mı yoxdur? Gəl Türkiyəyə səni evləndirim. Vay. Ama deyirəm də, sorduq deyəsən qəşəng qızlar var. Bu videoya çox like gəlsin. İnşallah bu videonun davamı gələcək. Yəni Özbəkistan serisini inşallah bəyənər. Çox tema ölkədir, yəni yazın. Çox tema ölkədir, falan ölkə gəlsin. Nəysə dostlar, özünüzə yaxşı baxın. Gələn videoda görüşmək üzrə. İndi isə bay. Və bu arada bax burada ekranda bir yerlərdə görürsən ya burdadır, ya burdadır. Yəni video çıxdı. Əgər baxmıyıbsansa tıklayıb baxa bilərsən.